Əziz həmvətənlərim, sizi Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə ürəkdən təbrik edirəm. Bu əziz gündə bütün soydaşlarımıza sülh, xoşbəxtlıq və bol ruzu arzulayıram. Biz birik, biz güclüyük. Sözümün sonunda güzel ifayla bitirmek istedim. Kurban olum Azərbaycan bu müqəddəs torpağına, baxıb yiğit evladına, qoy sevinsin hər bir ana. Kurban olum Azərbaycan bu müqəddəs torpağına, baxıb yiğit evladına, qoy sevinsin hər bir ana. Hörmətli həmvətənlərimiz və diaspora üzvləri, sizi yeni il və Həmrəylik günü münasibəti ilə təbrik edirik. Və sizin üçün Fikrət Əmirovun kiçik bir əsərini ifa etmək istəyirik. Hörmətli həmvətənlər, bu il bizim böyük qələbəmizin 5 illikdir. Hamımızı ürəkdən təbrik edirəm. Müharibə başlayanda mən də başladım böyük əsər çəkməyə, Qələbə bayramı. Onu mən çəkirdim böyük ümidlə, biz qələbə gələcəyik. İndi o böyük pano hərbi muzeydədir, sizə onun eskizi göstərəcəyim. Bütün Azərbaycan xalqımızı, xaricdə yaşayan Azərbaycanlıları birlik gününlə təbrik edirəm. Həmrəylik günü bütün dünyada yaşayan Azərbaycanlılarımızın milli kimlik, dil, mədəniyyət və mənəvi dəyərlər ətrafında birliyimizin rəmzidir. Harda yaşamağımızdan asılı olmayaraq, hamımızı vətən sevgisi, milli ruh və ortaq tarix birləşdirir. Geridə qoyduğumuz il xalqımız üçün mühüm hadisələrlə yadda qaldı. Zəfərimizin 5 illiyini bayram etdik. Elmimizdə, iqtisadiyyatımızda, incəsənətdə və digər sahələrdə çox gözəl, möhtəşəm nailiyyətlər qazandıq. Yeni il isə hər birimiz üçün yeni ümidlər, yeni imkanlar və yeni hədəflər gətirir. Bu əlamətlər günlər münasibəti ilə hər birinizə möhkəm can sağlığı, ailə səadəti, firavan həyat, işlərinizdə bol-bol uğurlar arzulayıram. Arzulayıram ki, qarşıdan gələn il ölkəmiz üçün sülh, sabitlik, əməl-amanlıq və inkişaf ili olsun. Bayramımız mübarək olsun, yeni iliniz uğurlu, sevincli və bərəkətli olsun. Hörmətlə, Bəxtiyar Siracov, Viyana, Avstriya.